Salam dəyərli izləyicilər. Ləyaqətli insan başqalarının izi ilə getməz deyimi Fazil psixoloq tərəfindən belə izah edilir. Heç düşünmüsünüzmü, niyə bəzən hamı kimi olmaq bizə daha təhlükəsiz gəlir? Çünki başqasının açdığı cığırla getmək asandır. Orada sürprizlər yoxdur, risk yoxdur. Amma orada siz də yoxsunuz. Ləyaqət sadəcə dürüstlük deyil, həm də özünə sadiq qalmaq cəsarətidir. Psixoloji baxımdan başqasının izi ilə getmək öz məsuliyyətini başqasının çiyinlərinə qoymaqdır. Amma ləyaqətli insan bilir ki, onun ruhu təkrarsızdır. O, kütlənin pıçıltısına deyil, öz vicdanının səsinə qulaq asır. Bəli, öz yolunu çəkmək çətindir. Bəzən tənha qalacaqsınız, bəzən yorulacaqsınız. Lakin unutmayın, başqasının izi ilə gedənlər heç vaxt öz zirvələrini kəşf edə bilməzlər. Sizə verilən bu ömür bir nüsxədir, surət deyil. Başqasını təqlid etmək öz varlığından imtina etməkdir. Ləyaqətli insan öz səhvlərini başqasının uğurlarından daha üstün tutur. Çünki o səhvlər ona məxsusdur. Siz öz yolunuzu kəşf etməyə hazırsınızmı? Unutmayın, dünya izləyənləri deyil, öz izini qoyanları xatırlayır. Özünüz olun, çünki digər rolların hamısı tutulub. Həmişə ləyaqətlə və öz yolunuzla qalın.